kim ucalmaq istəsə gərək gecəni oyaq qalır. Gecəni oyaq qalır. Gecəni oyaq qalıb TikTokda yatmayı, elmlə məşğul olur, faydalı bir işdir. Quranda yeganə savabı, savabının ölçüsü gizli olan ibadət gecə namazıdır. Nə qədər veriləcək deyilmir. Deyilir, etdiyi işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilmir. Gecə ibadətlərinə verilən savab budur. Kim ruzu çətinlik çəkir, gecə namazı qılsın. Gecə namazı qılar, sonra şəkk eləyər, ruzu qapısı asıda qalsın, deyəcək, bu özü günah. Gecə namazı qılıbsan bugün, sabahın ruzusuna Allah Taala zamindir. Tadhabu bilhəm, insanın qəmin qüssəsini aradan aparar. Təcrül bəsər, insanın gözünü açar, bəsirət gözünü açar. Və tatibur rih, insanın ətrin gözəlləşdirər. Və taqdid dəyn, insanın borcunu ödəyər gecə namazı. İmam buyurur, sizə tapşırıram gecə namazı qılın, o sizin peyğəmbərinizin sünnəsidir və bədəninizdən dərdləri, xəstəlikləri atan bir dərmandır. Hədisdə var, yuxusundan çətinliklə oyanan şəxsi dura gecə namazına Allah Taala mələklərinə buyurar. Unzuru ila abdiyel mumin qaimən la yarahu ahadun gayri. Ay mənim mələklərim, nəzər eləyin mənim o bəndəmə, durub gecə namazına, məndən də başqa heç kim onu görmür. Gecə namazının fəziləti bu, biri də ona görədir ki, orada riya yox. Adam hamıdan gizlin qılır onu, heç kim də görmür, hamı yatıb, riya yoxdur o namazlar.